Hörmətli izləyicilər, A-Markets'ten hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Dolar indeksindən başlayaq. Dolar indeksindən nəzər salsaq, 6 noyabr tarixində diqqət etirsəniz, dolar indeksi həmin günün hətta 3-cü dəstək səviyyəsi olan 99.345 səviyyəsini qırdı və həmin səviyyənin altında bağlanmış oldu. Bu da dolar indeksində bazara güclü satıcıların daxil olduğunu göstərmiş oldu və dolar indeksi 7 noyabrda da aşağı eniş trendi ilə davam etmiş oldu və bugün ərzində nə qədər ki dolar indeksi bugünün birinci müqavimət səviyyəsi olan 99.448 səviyyəsini qırıb onun üzərində bağlanmazsa biz hələlik dolar indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Əlavə olaraq hörmətli izləyicilər, bu həftə Amerikadan çox vacib xəbər olan inflyasiya gözləntiləri açıqlanacaq və inflyasiyanın 3% olacağı proqnoz edilir. Əgər inflyasiyada artım olarsa, bu federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ehtimalını azalda bilər ki, bu da dollarda olan enişi məhdudlaşdıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyə avro-dolar valyuta cütlüyüdür. Avro-dolar valyuta cütlüyündə də 6 noyabr tarixində avro-dolar valyuta cütlüyü həmin günün 3-cü müqavimət səviyyəsi olan 1.15333 səviyyəsini qırdı və qiymət həmin səviyyənin üzərində bağlanmış oldu. Bu da avro ilə bağlı bazara güclü alıcıların daxil olduğunu göstərmiş oldu və 7 noyabrda da avro-dolar diqqət yetirsəniz həmin günün birinci dəstək səviyyəsinin üzərində ticarət edilmiş oldu. Bugün ərzində də avro-dolar valyuta cütlüyü bugünün birinci dəstək səviyyəsi olan 1.15336 səviyyəsini qırıb onun altına bağlanmazsa biz hələlik avro-dolar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 6 noyabr tarixində valyuta cütlüyünün həmin günün birinci hətta 3-cü müqavimət səviyyəsi olan 1.31120 səviyyəsini qırması ilə və qiymətin həmin səviyyənin üzərində bağlanması ilə alış siqnalı formalaşmış oldu və 7 noyabrda da diqqət etirsəniz GBP-USD valyuta cütlüyündə də yüksəliş trendi davam edib. Bugün ərzində də GBP-USD valyuta cütlüyü üçün birinci dəstək səviyyəsi olan 1.31138 səviyyəsi qırılıb onun altına bağlanmazsa biz hələlik GBP-USD valyuta cütlüyünün yüksələcəyini söyləyə bilərik. Bu həftə ərzində eyni zamanda İngiltərədən çox vacib xəbərlər açıqlanacaq. Belə ki, sabahlarım İngiltərədə işsizlik səviyyəsi açıqlanacaq və işsizliyin 4.9% olacağı proqnoz edilir. Əlavə olaraq ümumi daxili məhsul 3-cü rüb üçün açıqlanacaq və ümumi daxili məhsulda isə 0.3% artım proqnoz edilir ki, əgər nəticələr gözləntilən aşağı olarsa, yəni proqnoz ediləndən aşağı və ya zəif açıqlanarsa, bu GBP-USD valyuta cütlüyündə olan yüksəlişi məhdudlaşdıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyə qızıldır. Bildiyimiz kimi qızılda range ticarəti dominant idi. Belə ki, 5 noyabr, 6 noyabr və 7 noyabr tarixində qızıl range içərisində ticarət olundu. Lakin bugün artıq 10 noyabr tarixində qızılın bugünün birinci müqavimət səviyyəsi olan 4028 dollar səviyyəsini qırıb onun üzərində bağlanması bazara güclü alıcıların daxil olduğunu göstərmiş oldu və qızıl bugün ərzində bugünün birinci dəstək səviyyəsi olan 3972 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa biz hələlik qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. Amerikan səhəm bazarında əsas benchmark indeks olan S&P 500 indeksi 30 oktyabrda həmin günün birinci dəstək səviyyəsini qırmışdı və bir mənada bazarda satış siqnalı yaranmışdı və həmin tarixdən etibarən 1, 2, 3, 4, 5, 6 gündür ki S&P 500 indeksi eniş trendi ilə davam edir və bugün ərzində əgər S&P 500 indeksi bugünün birinci müqavimət səviyyəsi olan 6805 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa biz hələlik S&P 500 indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.